Uşaqlar, Xaloğlu xəstəxanadan çıxdı. Hamı məndən 100 nəfərlə döyüşməyimi istəyir. Əgər bu video 1000 bəyəni keçsə, Xaloğlu ilə 100 nəfər minəcəyik. Hə, gör məni nətə poxa salırsan yenə. Uşaqlar, Qubadıyıq, sözümüzü tutub birazdan 100 nəfərlə döyüşəcəyik. Çox da çətin işə oxşamır. Udussaq belə bilirəm ki, ilk üstümə gələnlər atasının ruhuna qovuşacaq. Başlayırıq dostlar. Hə, sən onlardan güclüsən, minək onları. Hə. Onları cındır uşağı elə bil düşmən zatam. Dostlar, Xaloğlunu tapamıram. Axırıncı görəndə bir nəfər ağzına ayağını soxurdu. Biraz nəfəs alıb düşəcəm köməyə. Qətiyyən qaçmamışam. Prosto yoruldum, dedim biraz nəfəs alım. Gəldim. Dostlar, Xaloğlunu mən çatana kimi cırıq-cırıq eləyiblərmiş. Mən Xaloğludan qalanları həll elədim. Qalibik. Ambulans çağırmışam, Xaloğlu ilə bağlı məlumat verəcəm, izləmədə qalıb. Dostlar, Xaloğlu yaxşıdır. Bugün burada qalacaq. Mən də içməyə gedəcəm. Bir saat sonra içki stolunda canlı açacağım. Sual və təklifləri olanlar daxil ola bilər. Dostlar, söz verdiyim kimi həmin o motosiklet sürən oğlanları bəyənən qızla görüşməyə gedirəm. Birinci dəfədə üzünü realda görəcəm. Hər şeylə bağlı məlumatlandıracağım sizi. Qaqaz ola bilsin, bugün qolzat datdı. Ayə, mən buna qurban olum. Bu nətər gözəllikdir. Allah bunu yaradanda bir 7-8 saat əlavə vaxt sərf eləyib. 24 illik qorulan belə bir şey görməmişəm. Dostlar, dünən çox romantik gecə keçirdik. Gözümün işığı bayaq getdi, əl üzünü yuyub mənə səhər yeməyi gətirsin. Sən öl, tüklərin biz oldu. Qarı ilmiş bədbəxt qızı. Qorxudan paltarı zadı orada qoyub qaçdım. Sizə məsləhət, qızın makyajına baxıb mən kimi Türkiyəyə gəlməyin. Dostlar, varlı qorunuz yenə ortalıqdadır. İstəyiniz üzrə bugün qarajımdakı maşınları göstərəcəm. Sizlər də hansı ilə şəhər tur edəcəyimi və hansı yeni maşını alım, onu kommentlərə qeyd edərsiniz. Hamı qaqa qalik al dediyinə görə birinci bunu göstərim dedim. Yeni Brabus 800'dür. Şəhərdə hamıda qalik var deyə sürmək istəmirəm çox. Qalikin əvvəlki hörməti yoxdur məncə. İkinci olaraq hamınızın bildiyi S klassım var. Gündəlik bunu sürürəm. Həm rahatlıq, həm də texnologiya baxımından məncə ən uyğun maşındır. Bu ən az çölə çıxardığımdır. Mən tovuzluyam deyə gözə nəzərə inanıram. Böyür başımız paxıllıq çəkəndən doludur. Buna qızlar elə baxır, görsəz şoka düşərsiniz. Son olaraq siz demişdiniz deyə 06 almışam. O portdakı qarajımdadır. Bu videoya 3000 bəyəni gəlsə onu çıxaracam efirə. Öpürəm hamınızı. Dostlar, Xaloğlu yenə xəstəxanadan çıxıb, gəlmişik Sibrizə. Gedib yüngül üzüb başlayacağıq içməyə. Bəlkə qızlara zada da yaxınlaşdıq. Bayaq yanımızdan 2 dənə möcüzəvi bir şey keçdi. Xaloğluya tırkadan bastım, getdi yaxınlaşmağa. Bugünü də tək keçirməyəcəyik. Xaloğlu yenə yoxdur dostlar. Ümid eləyirəm özünü zibilə salmaz. Bayaq ki, Qara Marmalatın dostu sənsən. Yox, qaqa tanımıram. Marmalat kimdir? Qara Marmalat Xaloğluna deyirlərmiş. Bədbəxt oğlu gedib qızlara promoy gedək olaq deyib. Qızlar da qaqaşları çağırıb, dedilər Qara Marmaladı götbaş eləyiblər. Bu mənlik deyil də day. Xaloğlu zarafat eləyirmiş. Deyirəm axı mənim yetirməm qızlara elə yaxınlaşmaz. Bırat sən öl qaqaşlar, sənə Qara Marmalat deyən kimi çönüb atondu dedim. Mən əylənməyə gedirəm, hamınıza özüm kimi Xaloğlu diləyirəm. Sabahki vlogumuzda birazdan nələr olacaq onları danışaram. Öpürəm hamınızı. Dostlar, Xaloğlu lülüşdü. Bircə damcı çox içib. Bayaq dedim daha içməsin, sonra yığışdıra bilmərik birdən. Biraz da əylənib evə keçəcəyik. Bəli dostlar, Xaloğlunu aparırlar. Allah köməyi olsun. İçəndə də ağzından içmək lazımdır. Öpürəm hamınızı.